Hazırda Böyük Şor gölünə bir neçə axarla Binəqədi rayonunun Baksol adlandırılan yaşayış masivindən və Binəqədi Oil neft qaz çıxarma müəssisəsindən tullantı sularının axıdılması davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bugün yaydığı hesabatda belə deyilir. Hesabatda qeyd olunub ki, Böyük Şor gölünə olan müdaxilələrin qarşısı alınmazsa, göldə ekoloji vəziyyət daha da gərginləşə bilər. Böyük Şor gölünün 1/3 hissəsi tullantılardan təmizlənib. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin Ətraf Mühit və Əməyi Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyevin sözlərinə görə bu işlərə 2004-cü ildən başlanılıb. Bərpadan öncə ən çirkli göllərdən biri sayılırdı. Belə ki, Böyük Şor gölünə 76 ədəd çirkab su çıxıntısı var idi, axıdılırdı bu gölə. Bundan əlavə Böyük Şor gölünə həm bərk məişət tullantıları onun sahilinə atılırdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qəmbərovla birgə gölün şimal hissəsindəki Baksol deyilən həmin ərazidə apardığımız müşahidələr də ekoloji vəziyyətin heç də ürək açan olmadığını göstərdi. Gölün böyük bir hissəsi neft tullantıları ilə çirklənir, ərazidə tikilən evlərin kanalizasiya sistemi olmadığına görə evlərdən axan tullantı suları da gölə axıdılır. Böyük Şor gölü demək olar ki, hər tərəfdən çirklənməyə məruz qalıbdır. Həm evlərdə məişət, yaşayış zonlarında formalaşan tullantı suları ilə, həm də bayaq dediyim kimi müəyyən o sənaye suları ilə. Bugün Binəqədi Əməliyyat Şirkəti ərazisindən qəsəbələrdə formalaşan tullantı sular həmin ərazidən keçməklə bu Böyük Şora daxil olur. Adı çəkilən Binəqədi Oil neft qaz çıxarma şirkəti müəssisə tərəfindən Böyük Şor gölünə tullantı sularının axıdılması məsələsi ilə razı deyil. Şirkətdən verilən məlumata görə Binəqədi Oil neft qaz çıxarma müəssisəsi Böyük Şor gölünə çirkli sular axıtmır. Sadəcə Baksol deyilən ərazidə salınan evlərin kanalizasiya sistemi olmadığına görə bu evlərdən axıdılan tullantı suları şirkətin ərazisindən keçərək Böyük Şor gölünə tökülür. Azərsu Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə Böyük Şor gölünün şimal hissəsində qanunsuz tikililərdən Sovet dövründən qalmış açıq kanallar vasitəsilə gölə çirkab sular axıdılır. Hazırlanmış master plana əsasən gələcəkdə dövlət investisiyaları hesabına bu suların qarşısının alınması məqsədi ilə kollektorlar tikiləcək.